Herkese salam uşaqlar. Bugünkü videom izlədiyim 5 dənə ən sevdiyim Kore serialına aiddir. Təbii ki, mənim zövqümə uyğun. Amma siz də izləyin. Keçək birinciyəm. Birinci Healer'dan sizə danışım. Bir killer və bir jurnalistdən söhbət gedir bu serialda. Killer deyəndə ajan da, agent də deyə bilərsiniz. Amma çok yaraşıqlı Ji Chang-wook'dur. Tanıyanlar bilir. En sevdiğim aktyorlardan biridir. Neyse. Keçək kinoya. Deməli, serial nədən ibarətdir? Ən çox nəyini sevmişəm? Sizə ondan danışım. Deməli, bir politikacı var. Politikacı və bir xanıma taciz deyək, şantaj deyək, bu üzrə irəliləyir də. Kinonun əsas nöqtəsi bu olmasa da, amma bunun üzərində çox söhbət gedir. Və bu jurnalist qız onun necə sizə izah eləyim? Jurnalist qız bunun üstünə düşür, politikacıdan qorxmur və əlindən gələn artığını eləyib qıza köməkliklər göstərir. Və buna da Healer kömək eləyir. Bizim başrol aktyorumuz Healer köməklik eləyir bütün işlərində. Başrol aktyor ən başda kino necə başlayır? Çox spoiler vermədən danışacağım sizə. Deməli, o killer, yəni kiralıq bir tür qatil də deyə bilərik, olduğu üçün buna müəyyən bir məbləğdə pul təklif edirlər və qızın saçının teli və yaxud da hər hansı bir DNA üçün lazımlı dırnaq belə olsa qızdan götürməsini istəyirlər və bu qızın dalınca düşür. Gedir ondan örnek götürür və qızı takip etdikcə görür ki, daha dərin bir mövzular var, bəzi şeylər var, tam danışmıram sizə. Buna görəndən sonra qızı izləməyə başlayır və bu işin başını buraxmır. Başlayır qızın yanında işə başlamağa, qıza dəstək olmağa, kömək eləməyə. İşlərində eyni zamanda zaman keçdikcə qızdan xoşu da gəlir. Və beləliklə kino belə ilərləyir serial. Çox spoiler vermirəm. Qalanı özünüz izləyirsiniz. Amma çox gözəl serialdır. Keçək ikinci seriala. İkinci serial Dom at Your Service'dir. Burada başrollar kimdir? Yıkım. Yəni türklər yıkım deyil, bizdə axirətdir deyə bilərik. Nə bilim, daha mən ona axirət deyirəm. Niyə? Çünki dünyanın sonundan daha çox danışır. Deməli qızın ömrünə az qalır. Həkim deyir ki, 100 gün ömrün var. Hardasa adda tut 100 gün zat. Qız ad günü vaxtı gedir və içki içir, qışqıra-qışqıra deyir ki, dünyanın sonunun gəlməsini istəyirəm. Və bunu da axirət eşidir. Yəni başrol aktyorumuz eşidir və gəlir qızın qapısında bəlirir. Deyir ki, dünyanın sonunun gəlməsini arzulamışdın. Məndən istə edim. Ortaq nöqtəmizdə mən də istəyirəm. Belə deyək, oğlan çox da sevmir. İnsanların təkcə özünü fikirləşdiyini düşünür, bəncil olduğunu düşünür. Ona görə dünyanın sonunun gəlməsini istəyir, bir tür nifrət eləyir. Və qızı zaman keçdikcə qız bunu qəbul eləmir. Deyir, içkili idim, sadəcə dedim. Və bu duamın gerçəkləşməsini istəmirəm. Oğlan dirəşir, bizim yıkımımız dirəşir. Deyir ki, yəni sən bunu denən və mən gerçəkləşdirim. Bunun qarşılığında da mən sənə eləyə bilərəm, ağrıların azalsın. Və ölənə qədər sakit, huzur içində ol da. Mən bu şəraiti sənin üçün düzəldə bilərəm. Qız razılaşmır yenə də. Bu zaman keçdikcə qızı tanıyır, ailəsini tanıyır, ətrafını tanıyır və insanların, mərhəmətli insanların olduğunu hər hədə gördükcə artıq bir müddət sonra fikrindən daşınır və qızın da, dünyanın da yox olmasını istəmir, qızın da ölməyini istəmir, onun yerinə özünün yox olmasını istəyir. Bundan da çox spoiler verdim. Qalanını özünüz izləyirsiniz. Sadəcə çox qəşəng serialdır. İkinci serialımız da bitdi. Keçək üçüncü serialımıza. Üçüncü serialımız Her Private Life. Burada başrol aktrisanı çox sevirəm. Healer serialında gedən elə aktrisadır. Sadəcə birinin saçları qısadır, birinin saçları uzundur. Ən sevdiyim aktrisa. Burada söhbət nədən gedir? Bir ideolumuz var. İdeolun fanatıdır bu qız. Özü muzeydə işləyir və eyni vaxtda ideolun fanlığını edir. Yəni konsertlərinə gedir, onun üçün hədiyyələr, fan səhifəsi var və s. Sadəcə bunları gizlin eləyir. Çünki müdürü öyrənə bilməz. Müdürü xanım fanlara, idolların fanlarından zəhləsi gedir, acığı gəlir. Ona görə qız xəlvətdən fanlıq eləyir.
maska zad taxıl eləyir. Zad çox kreativ serialdır bu da. Və bir müddət sonra muzeyin sahibi qadının əri türməyə düşür və buna görə müdiri dəyişməlidir. Onun yerinə də ki, vaxtdakı qarşılaşdığı oğlan gəlir CEO olaraq və bir müddət sonra bu oğlan buna xoşu gəlir. Görür ki, bu fanatdır, gizlincə bunu öyrənir, özü də səhifə açır və bu da maraqlıdır, çox danışmayım, amma bu üstündən ilərləyir yəni. Oğlan da keçmiş rəssamdır, eyni zamanda və belə-beləncinə bu da qəşəng serialdır. Bunu da izləyin. Keçək dördüncü Boys Over Flowers'dır. Bunu bilməyən mənə gəlir yoxdur. Boys Over Flowers'da F4-dən söhbət gedir və bir dənə də qız, ağıllı qızımız həm oxuyur, eyni zamanda da işləyir. Axırda da həkim olur. Çox bəyənirəm. Mən onu əslində Lee Min-hoya görə izləmişdim. Çünki sevdiyim aktyor gedir orada. Amma zaman keçdikcə çox sardı. Qız kasıb ailənin qızı olur. Sonradan bu F4-ün oxuduğum universitet, ya məktəb mi deyə ora gəlir və orada F4-dən tanış olur. Qoçaq diribaş qızdır. Düzdür, baş yoldan başda xoşu gəlmir, onun dostuna xoşu gəlir. Zaman keçdikcə isə artıq qəşəngləşir hər şey. Belə, Boys Over Flowers'da çox gözəl filmdir, serialdır. Hər şey film deyirəm, by the way. Serialdır, bunu da izləməyinizi tövsiyə edirəm. F4 və bu qız. Keçirik ən axırıncı 5-ci seriala. Bu arada mən serialların demək olar hamısını, çox faizini Kore seriallarını izlədiyi üçün çox adlar yadımda qalmır. Sadəcə baxana yadıma düşür. Ona görə ümid edirəm siz də sevərsiniz. 5-ci seriyamız və son seriyamız Goblin. Goblini bayaq izlədim. Yəni səhərdən axşama qədər Goblinə baxmışam. Hələ də baxacağam, yenə də baxacağam. Yəni Goblini o dərəcədə sevirəm. Goblində nədən söhbət gedir? Bir Goblin və Goblinin gəlini. Goblinin ürəyinə 900 neçə ilsə 939, 940 il qabaq qılınc saplanılıb bir müharibədə ən yaxın demək olar dostu dediyi insan tərəfindən bıçaq qılınc saplanılıb və o görünməz qılıncı sadəcə Goblin gəlini görə bilər və o çıxarda bilər. O çıxardığında da o artıq öləcək. Bunu da bilir. Lakin Goblin gəlini axtarır. Belə izah edeyim. Ölü mələyi ilə eyni evdə yaşayır. Burada mələklər, Goblin və ən əsas Tanrıdan söhbət gedir. Bu da çox gözəl bir serialdır. Məndən olsa elə ilk başda Goblin'i izləyin. Çox insan deyir, kaş benim sizinlə Goblin'i izləyim təzədən. Mən 2016-da çıxıb, indi 2026-dır. 10 il sonra Goblin'ə baxdım və peşmanam. Kaş ki vaxtında elə baxardım. Bu qədər. Bu Goblin'in gəlini ilə qarşılaşır və çox gözəl bir hekayə başlayır. Dünyaya ölüb təzədən dirilib yenə gəlirlər və yenə təkrar qarşılaşırlar. Çox gözəl bir hekayədir. Mən olsa bunu da izləyin. Çox sağ olun izlədiyiniz üçün, axıra qədər baxdığınız üçün və səbriniz üçün. Sağ olun. Gələn videoda inşallah görüşərik. Daha yaxşı videolar inşallah gecə. Sağ olun.